Deməli, burada özünü monitorinqdə nədir müəllimə? Birinci özünüzü müşahidə elədiniz. Yəni, məsələn, siz hansı halda necə davranırsınız? Məsələn, sizin hansı halda məsələn öyrənəndə, sizə daha effektiv olub? Yəni də belə davranışlarınıza, yəni əsasən davranışa diqqət eləyirsiniz özünüzlə bağlı. Sonra agah olursunuz ki, demək siz məsələn hər hansısa bir tapşırığı yerinə yetirən zaman, sizdə yəni nə baş verir də, belə deyək, özünüz barədə, yəni özünüzü artıq o şəkildə baxmağa başlayırsınız da. Hər hansı fəaliyyət zamanı, məsələn, tutalım ki, siz, belə deyək də, nəyi bilib bilməməkdir də. Yəni fəaliyyəti həyata keçirərkən, deməli siz nəyi bilirsiniz, nəyi bilmirsiniz ki, bu sizdə uğursuz alınır, məsələn. Siz özünüzdən artıq agah olursunuz, özünüzü tanıyırsınız burada. Sonra müəllimə rəy vermək qiymətləndirməklə bağlı bir şeydir. Özü də bunu deyim ki, müəllimə, bu mövzu var, metakognitiv bacarıqlar. Bizim irəlidə qarşımıza çıxacaq, nə kimi çıxacaq qarşımıza? Baxın, Daniel Goleman nəzəriyyəsində buna tanış anlayışlar keçəcək. SEO bacarıqlarında Lazım olacaq. keçəcək. Bəli, onda da lazım. Mən niyə görə deyirəm ki, müəllimə, baxın, bunlar var ha. Bu necə deyim? Bu kurikulum mövzular bir-birinə çox əlaqəlidir. Ard-arda olmasa da 5 mövzu sonra mütləq onunla əlaqəli bir mövzu keçməlisiniz. Bu belədir yəni. Ona görə də indini daha yaxşı öyrənmək lazımdır ki, onda daha da yaxşı olaq. Yəni baxın, indini təməli yaxşı qoysaq, bax nəzəriyyələrdən suallar necə düşür? Situasiya formasında düşür. Siz artıq situasiyanın o aurasından başa düşürsüz ki, hə, aurasından başa düşürsüz ki, bu sizdə hansı, yəni nəzəriyyəni soruşur. Situasiyanı verir, hə, sonra deyir ki, bu situasiyaya uyğun situasiya hansıdır? Siz orada deməli oxuyanda sualın şərtində tutmalısınız ki, tutalım sizdən Daniel Goleman nəzəriyyəsini istəyir. Bunu aydın oldumu? Deməli siz variantlarda Daniel Goleman nəzəriyyəsinə uyğun situasiyanı seçməlisiniz. Deməli situasiyanın içindən situasiyaya uyğun situasiya seçməlisiniz. Bax variantlarda burada ən çox çaşdıran məsələlər bunlardır. Biz birinci şərtdəki situasiya hansı nəzəriyyəyə aiddirsə, biz onu müəyyən eləyəndən sonra artıq variantlar üzərindən rahat seçim eləyə bilirik. Ona görə də baxın, bu mövzu onlarla biraz belə əlaqəlidir. İndi müəllimə, mən bunun indi baxıram ki, izahını göndərməmişəm də sizə. Yəni Yox, üzrlü hesab edin. göndərməmişəm, amma bizə baxmışam, narahat olmayın Hə. müəllimə. Amma mən Belə bunu yenə də izah edib göndərəcəm təzə izah. Bəli. göndərərsiniz. Hə. Yəni nə vaxtsa. Çünki Gülər Hüseynova da bu çox qəliz qeyd olunmuşdu. Yəni uyğun deyildi də buna. Amma bu kitabda çox rahatdır müəllimə. Çox rahatdır, həqiqətən. Məndə 2 dənə də time oxumaq üçün olan. Biri yeni də çıxartdırmışam, köhnə əlimdə olan da var. Elə köhnədən oxudum. Burada bir dəyişiklik yox idi. Elə biliyin növlərində də dəyişiklik yox idi. Həm Gülərdən oxumuşam, həm time-dan oxumuşam. Hə, müəllimə, yəni ki, nədir bu? Yeni time-a da üstünlük verin. Çünki bu artıq belə deyək də gərəksiz biliklər yoxdur. Əvvəldə daha çox belə deyək də imtahanda da əzbərçi düşürdü bəzi suallar. İndi 20 sualda maksimum bir dənə əzbərçi sual düşər. O da düşsə də üsullardan düşəcək və yaxud da ki, qiymətləndirmədən də düşə bilər. Bax belə. Yəni çox düşə bilməz. Qalan hamısı situasiyadır. Və görürsüz inteqrasiyadan başlayıblar. Heç keçən illər zad məsələn nədir bu? Hüquqi savadlıqdan nə düşmüşdü heç nə? Əsas situasiya idi. 2 dənə düşmüşdü, 2 dənə idi, 3 dənə idi belə nəzəriyyə idi, qalan situasiya idi. Hə. Yəni belə vaxt olsa, yəni yazılası yaxşı normal suallar idi də. Deyim ki, yox, bərbad idi yazmaq deyil. Yox, əvvəlki illərdə girmişəm. Demək olar ki, 2020-dən bəri girirəm imtahana. Yəni əvvəlki illərə nisbətən özünüzdə dəyişiklik hiss edirsiniz hazırlıqda? Yəni mənə bu lazımdır. Bəli. Bəli. 2-yə bölünən kimi oldu da hazırlaşma dövrümüz. Bir var kurikulumun nəzəri öyrənib gedirdik. 15 dənə yazırdım, 14 dənə yazırdım, 16 dənə yazdığım da olub da, yəni. Amma 2000 neçən müəllimə dəyişdilər, bir hər şey bərbad vəziyyətə qaldı. 2023 idi də səhv etmirəmsə. Hə, onda suallarını görəndə hamı şey oldu, belə şeyə düşdü. Şok oldu. Baxdıq. Bu situasiyanı özünüz qurun, tətbiq edin. Hə. Yəni mənim yerimdə məsəl üçün problem olduğunu özüm də görürəm, məsəl üçün də deyim belə. Digər tərəfdən yaxınlarım da mənə bildirir ki, yəni ki, çiyinlərini aşağı salıb, belini büküb yeriyirsən, çəkin artıb, tez yeriyə bilmirsən, məsəl üçün də təngi nəfəs olursan, pilləkənləri qalxanda ya artıq çəkin var. Bunları mənə deyirlər. Bu mənim özümün müşahidəsi. Mən özümü müşahidə edirəm. Görürəm ki, yeriyəndə təngi nəfəs oldum. Ondan sonra birdən qaça bilmirəm. Məsəl üçün toya mı getmişəm, orada oynayanda artıq çəkim var deyə hərəkət elədiyimə görə
əlimi qolumu oynatdığıma görə başlayıram tərləməyə. Yəni ki, yaxşı vəziyyətə qalmıram. Görürəm ki, mən idman eləməliyəm, yeməyimdən çəkməliyəm. Məsəl üçün də yağlı qidalardan, fast foodlardan uzaq durmalıyam. Yəni bu kimi müşahidələr gördüm özümdə və indi artıq özünü tənzimləməyə gəlir. Aha. Yəni İndi ki, indi müəllimə agah oldunuz da özünüzdən, agah oldunuz özünüzdən və özünüzə necə bir rəy verirsiniz ki? necə müəllimə? Özümə necə rəy verirəm? Bax indi agah olmaq nə deməkdir? Deməli özünüzə kənardan baxdınız, belə formada müşahidə elədiniz. İndi tapşırıq nə deməkdir müəllimə? Burada elə bil ki, məsələn hər hansı bir işi yerinə yetirərkən, məsələn hər hansı bir nə isə edərkən ləng hərəkət eləmək filan, bəzən də həvəssizlik, bəzən olur ki, neqativə qapılırsınız. Yəni bu nə deməkdir? Bədənin özünün gücsüzlüyünü qəbul etməsi. Deməli siz agah oldunuz ki, sizdə bu kimi mənfi hallar var. Sonra özünüzə rəy verirsiniz. Necə rəy verərsiniz özünüzə? Özümə rəy, yəni ki, bayaq dediyim kimi mən yəni başa düşürəm ki, artıq kökəm. Yəni ki, bunu qarşısını almalıyam. Yəni bu cür rəy verərəm. Bir də Yoxsa siz səhv başa yox, düşmüşəm. bir də sizə bir sual verim müəllimə. Bu rəy nə formada olur eyni zamanda? Bəli, şifahi və ya yazılı formada da ola bilər. Bəli, Yəni baxış tutası. Doğrudur Yaxşı, müəllimə. mən üzr istəyirəm. Bir dəqiqə. Yox, problem deyil müəllimə, narahat olmayın, uşaqdır. Mən dərs edirəm, müəllim dərs verir. Hə, müəllimə, gəldim. İndi müəllimə Hə. burada rəyin özünün məqsədi var. Dedik ki, həm şifahi, həm yazılı formada olur. Rəyin özünün məqsədi var. Bax sonda cümlədə də qeyd eləyib. Nə qeyd eləyib orda? Rəy almaq müəllimə, gördüyümüz işin, məsəl üçün necə diqqət yetirildiyini və ya yetirmədiyi məqamlarla bağlı özümüzün daha ətraflı məlumat almaqdır da. Digər insanın bizə verdiyi məlumatdır rəy. Digər Mənim müəllimə, diqqətim- yox, özümüzün. Bax indi dinləyin. İndi bax sizə bir assosiasiya yaradacağam, əlaqə yaradacağam. Nə ilə? Yad planetli ilə səyahət turu yadınızdadır, tənqidi təfəkkür. Orada deyir ki, yad planetli gəlir suallar verir axı, orada müxtəlif suallar verir. Deyir ki, yad planetli burada bu sualları verməklə deyir ki, biz fərd cəmiyyət olaraq özümüz haqqında bəzən də düzdür bilirik, bir anlayışı dilimizdə işlədirik, amma heç onun nə olduğunu tam da bəlkə də dərk eləməmişik nədir. Məsələn, müharibələr haqqında sual verdi. Müharibə nədir? Hazırda dünyada müharibə gedirmi? Bu müharibələr ədalətli gedirmi? Müharibənin əslində əsl qayda-qanunu nədir? Heç fikirləşmişik ki, müharibənin qayda-qanunu nədir və müharibə necə getməlidir? Ancaq bildik ki, müharibə insanlar bir-birlərini öldürürlər və bir yer uğrunda mübarizə aparırlar və s. Yəni biri haqlı, biri haqsız mübarizə aparır və s. Yəni bəzən o yad planetli nədir? Elə bizim özümüzdür. Gəlir kənardan bizə bizim heç düşünmədiyimiz tərəflərdən bizə suallar verir. Orada da qeyd olunur da bizim fərd və cəmiyyət olaraq necə olduğumuz barədə bizdə təsəvvür yaradır. Yəni kənardan baxışda. Burada da rəyi başqası vermir. Rəyi biz özümüz haqqında veririk. Bəzən öz davranışımız, hazırki davranışımız, bəzənsə də müəllimə heç belə deyək də fikir vermədiyimiz tərəfləri rəy verərkən artıq ortaya çıxardırıq. Heç zaman diqqət eləmədiyimiz tərəflərimizə belə rəy veririk müəllimə. Aydın oldu, rəy budur. Rəy elə ki, özümüz öz işimizi qiymətləndir. Burada başqası yoxdur. Metakognitivdə başqası yoxdur. Biz özümüzük ancaq. Hə, buyurun. Sonra müəllimə. Mənim orada deyir, fəaliyyətinin gördüyü işlərin keyfiyyəti haqqında ətrafdakılardan şifahi və ya yazılı formada rəy ala bilər. Ola bilər müəllimə. Ola bilər. Amma əsasən burada hə, ola bilər. O da ola bilər. Şagird məsələn ətrafdakılardan rəy ala bilər. Məsələn gedib özü barədə soruşa bilər ki, uşaqlar gəlib analarından soruşmurlar. Ana, mən falan işimdə necəyəm? Ana, məsələn səncə müəllimdən soruşurlar. Müəllim mən dərsdəki fəaliyyətim necədir? Başlayır müəllim də uşaq barədə öz rəyini bildirməyə. Yəni rəy yəni verilə bilər də. Başqası yoldaş qiymətləndirməsi ola bilər, müəllim qiymətləndirməsi ola bilər. Amma burada rəy haqqında müəllimə burada ümumi məlumat verib sizə ki, rəy nə deməkdir. Amma burada əsasən insanın özünə, bax görürsüz orada nə rəy almaq, özünün deyir fəaliyyəti və bəzən də heç diqqət yetirmədiyi məqamlarla bağlı ona ətraflı məlumat verə bilər.
Belə rəy almaq özünün, hə. Yenə də yəni başqasının da yəni fikirləri ola bilər, amma əsasən insan təbii ki, burada metakognitiv bacarıqların formalaşmasına ötəri insan birinci özünə rəy verməyi bacarmalıdır. Sonra müəllimə özünü tənzimləmə necədir bəs? Bəli, özünü tənzimləmə, İndi yaxşı müəllimə emosiyalarını rəy verdiniz indi özünüzə ki, yəni idmanla məşğul olmaq belə filan. İndi gəlin məqsədi müəyyən eləyək. Ha, özünü tənzimləmədə məqsədə çatmaq lazımdır da. Yəni mənim məqsədim var ki, artıq mən arıqlıyım, sərbəst hərəkət eləyim, təngi nəfəs olmayım. Yəni mənim məqsədim var. Məqsədimə çatmaq üçün idrak və emosiyalarımı, vəziyyətini, bir də davranışlarıma nəzarət eləməliyəm də. Yəni Bəli. məsələn davranışıma nəzarət edəndə mən yeməyimi məsəl üçün azaltmalıyam. Yəni o emosiyalarıma qalib gəlməliyəm ki, yeməmə hissi Yox, olmalıdır. indi diqqət Yəni eləyin müəllimə, diqqət eləyin. İndi yeməmək yox, siz fikirləşirsiniz ki, idmanla məşğul olmaq istəyirsiniz. İndi siz məşqçi yanına getmək istəyirsiniz, yoxsa evdə özünüz idman eləmək istəyirsiniz? Həm məşqçi yanına getmək istəyərəm, həm də ki, yeməyimə nəzarət eləmək Hə, istəyərəm də. Yəni nə qədər idman eləsək də, yeməyə diqqət eləməsək, o çəkini yenə də alacağıq. Elə bir yandan verib, bir yandan almış kimi oluruq da. Hə, indi bax burada bir şey diqqət eləyin. İndi deyək ki, siz həftədə 3 dəfə gedəcəksiniz idman zalına. Deməli siz burada məqsədi müəyyən olunmaz. Sizə indi məşqçi axtarırsınız. Hansı idman zalına getməliyəm? Bəlkə evinizin yanında yoxdur, bəlkə hardadırsa, məsələn, o məqsəd artıq müəyyən eləyirsiniz. Deməli mən idman zalına gedib idman etməliyəm. Sonra müəllimə getdiniz indi idman zalı ilə danışdınız, hə? İndi trenerin özünün də məsləhət bildiyi qida rasionu var axı. Siz hədəflədiyiniz çəkiyə çatmaqdan ötəri, yəni mütləq trenerin o qidalar var da müəyyən, onlara əməl eləməlisiniz. Hə. Onun planlaşmasıyla getməliyəm artıq mən. Aha, Mən tapdım. Hə. Tapdım. Amma planlamamı trenerim edəcək. Həftədə 3 dəfə saat Bəli. neçədən neçəyə gəlməliyəm? Hansı qidaları qəbul eləməliyəm? Hansıları çıxarmalıyam? Planlamamı o təşkil eləyəcək. Aha, sonra emosional tənzimləmə necə gedəcək müəllimə? Hə, emosiya nə deməkdir? Emosional Siz yəni bu hissədə hisslər- özünüzə hakim olursunuz. Ən çətin bir vaxtdır. Hə, ən çətin. Aha, həm istədiyi deməyək də, yəni çəki atmaq üçün bəzi qidalardan əl çəkməlisən. Məsəl üçün duzu Bəli. olmamalıdır elə yeməklərində. Yəni bunu hər adam da eləyə bilmir. Pilusda müəllimə şey var, məsəl üçün idmana gedəndə onun ağrıları var, bədənin Bəli, xamlaması bəli. var da. Yəni buna emosional olaraq hazır olmaq lazımdır ki, bu bir müddətdən sonra mən buna öyrəşəcəm də. Yəni bədən artıq qəbul eləyəcək bunu. Elə insan var yarıda baxır. Yəni gedə bilmir. Emosiyalarına qalib. Sonra uyğunlaşma gəlir. Buradan düzmü ki? Bəli, Uyğunlaşma gəlir. düzdür müəllimə. Həmin müəllimin qoyduğu necə deyim, planlaşmada olan üsullar və strategiyalara uyğunlaşma deməkdir. Yəni artıq uyğunlaşmısan, həmin strategiya ilə gedirsən və üsulları da tətbiq edirsən. Deməli müəllimə, bax indi dinləyin. Rəyi siz əvvəl vermişdiniz də özünüzə, öz monitorinqdə. O rəylə elə bil ki, hazırki şəraitinizdəki vəziyyət, bax burdakı uyğunlaşma. Uyğunlaşma əsasında istifadə edilən strategiyaları uyğunlaşdırmaqdır, onları bir-biri ilə. Elə bil ki, deyir şagirdlər hansısa fəaliyyəti zamanı alınan rəylərə görə işlərində və davranışlarda istifadə etdikləri üsullar, strategiyalar dəyişkənlik edirlər. Bu bir növ produktivliyi xatırlatmadı müəllimə. Özündən agah oldu, vəziyyəti qəbul elədi. Ondan sonra nə etdi? Elə plan qurdu da özünə ki, nə etmək lazımdır ki, yenidən qurmağa başladı. Özünü elə başdan yaratmağa başladı da. Siz də burada elə əvvəl rəy vermişdiniz özünüzə və yaxud da sizə rəy vermişdilər, hə? İndi siz o rəylə indiki vəziyyətinizi uyğunlaşdırırsınız. Elə müqayisə eləyirsiniz də, belə deyək. Müqayisə eləyirsiniz. Hə. Sonra müəllimə. Sonra özünü qiymətləndirmə gəlir. Aha. Üçüncü hissə olur. Maraqlı, bəli. Böyüyə 3 mərhələdən ibarət olur. Özünü monitorinq, özünü tənzimləmə. Bu agah oldu. Ondan sonra müşahidə də agahdır, rəydir. Bu özünü monitorinqin hissələridir. Özünü tənzimləmənin hissələri məqsədə çatmaqdır, planlaşmadır, emosiyaların idarə edilməsi və uyğunlaşmadır. Bunda 4 hissəsi var. Amma özünü qiymətləndirmənin 2 hissəsi var. Qiymətləndirmə və refleksiya etmədir. Qiymətləndirmə nədir? Məsələn, artıq yəni mən müəyyən bir çəki atmışam da, deyim ki, müəllimə. Deyək ki, bir ayda getmişsiniz müəllimə, idmana bir ayda gedirsiniz. Müəyyən müddət keçib artıq. Yəni getmişəm, müəyyən bir pis nəticə almamışam. Mən artıq özümü mühakimə eləməyə başlayıram da, hansı bacarıqlarımı daha da inkişaf etdirməyə çalışıram. Öz işimi qiymətləndirirəm ki, nəyi necə elədim başdan, yəni ki, hansı meyarlarla yanaşdım da, yəni işimə, necə özüm üçün plan qurulmuşdu, o plana necə uyğunlaşdım və üsulları tətbiq elədim. Yəni bunu qiymətləndirirəm artıq özümdə. Bəli. Yəni başdan
qiymətləndirmə belədir, belə başa düşdüm mən. Aha, yəni qiymətləndirmə özünüzü artıq müqayisə edirsiniz. 1 ay əvvəl mənim çəkim nə qədər idi, indi nə qədər idi, iştahım necə idi, indi necədir? Sonra həyat tərzimdə hansı dəyişiklik olub? Qiymətləndirirsiz özünüzü, hə. Sonra refleksiya gəlir, onun özünü qiymətləndirmənin ikinci hissəsi olan refleksiyadır. Burada mən deyirəm, nəyi elədim və necə elədim də, yəni özümü daha necə təkmilləşdirə bilərəm. Yəni lap ideal çəkilmək üçün daha nə edə bilərəm də, yəni hansı başqa yolları deneyə bilərəm. Müəllimlə də məsəl üçün o trenerlə də məsləhətlər apara bilərəm, o məsləhət ala bilərəm də. Müəyyən qədər yol qət eləmişəm axı, müəyyən qədər hərəkətləri, isinmə hərəkətlərinin çoxsunu eləmişəm. Aha. Bəli. Refleksiyamda belə başa düşdüm mən. Məsəl üçün bəli, buyurun. Refleksiya müəllimə, reaksiya verməkdir özünüzə. Özünüzə elə bil ki, reaksiya verirsiniz də, yəni. Belə məsələn başqası qarşınızdakı insan danışanda görürsüz adam dözür, özünü saxlaya bilmir. Reaksiya verirsiniz də, nəsə bir şeydir, söz deməkdir. Bu da odur, refleksiya. Bu da rəydir də, rəy kimi bir şeydir, hə. Bir də mənim axırda məsəl üçün o var ki, üstünlüklərimi və çatışmazlıqlarımı da müəyyənləşdirmək refleksiyada. Artıq başa düşürəm ki, nəyi eləyə bilərəm daha yaxşı şəkildə, nədə mənim əksikliyim var, onu eləyə bilmərəm. Yəni bu refleksiya ilə də bunları da üzə çıxarmış olam. Bax biri var ki, siz əvvəl idmana gedəndə idman dərinliklərini bilmirdiniz. Sadəcə araşdırdınız, yaxşı bir trener tapdınız və onun yanına getdiniz. Amma idmana getməyində siz artıq bu işin içinə girməyə başladınız. Və bu işin içinə girəndən sonra müəllimə belə deyək də, artıq siz bilirsiniz. Bu işin içinə girəndən sonra artıq siz idmanın incəliklərini bildiniz və özünüz haqqında da bir fikir formalaşdı. Ki, yəni mənim artıq çatışmazlıqlarım nələrdir və mən onları inkişaf elətdirməliyəm. Güclü tərəflərim nədir? Mütləq şəkildə o təhsildə də var. İnsan həm özünü cəzalandırmalıdır, həm də rəğbətləndirməlidir. Rəğbətləndirmə nədir? Müsbət cəhətlərinizi mütləq şəkildə birinci onu dilə gətirməlisiniz və sonra çatışmazlıqları. Ki, yəni inkişafa açıq düşüncə tərzi formalaşsın. Və baxırsınız ki, mənim bu bir ayda çəkdiyim əziyyət boşuna deyilmiş və öz mənfilərinizi bilmək belə sizi irəliyə aparır. Bax budur. Yəni belə. Bir də müəllimə, refleksiya edərkən siz artıq özünüz var. Rəyi sizə başqası da verə bilər. Siz özünüz də verə bilərsiniz müəllimə. Hətta trener özü də belə sizə rəy verə bilər. Amma refleksiya sizin özünüzlə bağlıdır. Siz özünüzə refleksiya edirsiniz. Bəli, özünüzə. Artıq bu dəfə elə bir özünüzlə baş-başa qalırsınız. Görürsüz, orada nə deyir? Özünü qiymət. Burada başqası yoxdur, ancaq sizsiz. Müəllimə. Deməli, bəs müəllimə, biz özümüzdə metakognitiv bacarıqları formalaşdırmaq üçün hansı strategiyaları özümüzdə formalaşdırmalıyıq? Müəllimə, davam eləyirik. Biz özümüzdə metakognitiv bacarıqları formalaşdırmaqdan ötürü hansı belə deyək də bacarıqları həyata keçirməliyik? Biz nələri etməliyik ki, bizdə metakognitiv bacarıqlar formalaşsın? Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə. Yox, Düz dedim müəllimə? strategiyalar, müəllimə, strategiyalar. Strategiyalar. Müəllimə, o üstü kitabdan oxudum, orada bir vərəqə çatışmırdı. Köhnə kitabdan götürdüm, oxudum oxumağına. Amma burada yoxdur strategiya. İdrak və yox, belə şey deyil. Müəllimə, onu da bunu saxlayaq. Gələn dəfə mövzu verəcəm. Bununla bir yerdə sizə sual-cavab eləyəcəm. Olar müəllimə. Yox, mən elə bilirəm ki, nəsə yerinə oturmuyor. Mənə elə gəlir. İntuisiyalar dedi. Razı qala bilmirəm ona görə. Yaxşı müəllimə. Nə deyim? Yox, mən özümü izah eləyəcəm, yəni mütləq şəkildə ki, paylaşım. Ondan keçək biliyin növünə müəllimə. Deməli, o hansı bilik idi ki, daha çox yaddaşa söykənirdi? Biz burada hansı məlumatları deyəndə faktoloji bilik. Hansı demək biliyin növüdür ki, biliyin hansı növüdür ki, bu iki hissədən ibarətdir? Faktoloji müəllimə. Terminoloji olur, bir də spesifik olur. Terminoloji terminlərə söykənən bir hissədir. Spesifik isə məsəl üçün hadisə, yer, insan, tarixə aid olan informasiya aid olur. Məsəl üçün belə deyək, əlifbamızda məsəl üçün hərf, sait, samit, bunlar məsəl üçün açıqlaması verilən hissədir də, fonetika, ondan sonra leksikologiya, bunların termin olaraq mənalarını verirsə terminolojidir. Amma biz deyiriksə əlifbamızda 32 hərf var, 9-u saitdir, 9-u samitdirsə bu spesifik bilikdir. Axı bizim dilimizdə yalnız məxsus bir şeydir bu. Müəllimə, yaxşı, siz mənim sualıma cavab verin, görüm konkret şəkildə. Deyir ki, Əbdüləzəl Dəmirçizadə 1909-1979-cu illərdə yaşamışdı.
alim dilçiliyimizdə müasir Azərbaycan dili və Azərbaycan dilinin tarixi kimi əsərlərinin müəllifidir. Mən burada hansı bilik növündən istifadə elədim? Faktoloji. Faktolojinin hansına aiddir? Bir də deyim müəllimə. Əbdüləzzəl Dəmirçizadə 1909-1979-cu illərdə yaşamışdı. Alim dilçiliyimizdə ilk dəfə Azərbaycan dilinin tarixi və müasir Azərbaycan dili fənlərinin müəllifidir. Mən burada faktoloji biliyin hansı növündən istifadə elədim? Yəni bu situasiya hansına aiddir? Faktoloji biliyin hansı biliyinə müəllimə spesifik. Gülşən müəllimə spesifik. Niyə? Çünki mən Əbdüləzzəl Dəmirçizadə haqqında məlumat verdim və bir qədər ətraflı məlumat verdim. Bir şəxs haqqındadır. Yəni amma mən terminoloji burada terminlərdən daha çox təbii ki, istifadə olunur. Məsəl üçün deyək sizə deməli deyir ki, qaranlıq zamanı deyir fotosintez prosesi gedir, bilirsiniz də, yəni. Deməli başlayır bunu izah eləməyə, bunun barədə danışmağa. Fotosintez prosesi və bir sıra təbii ki, yəni biologiyaya aid olan sözlərdən istifadə olunursa, yəni burada hansı bilik olacaq müəllimə? Terminoloji bilikdə. Terminoloji olacaq. Əgər məna açırıqsa, nəyisə həll eləmirsə, ümumiləşdirmə aparmırsa, burada o birisi biliklərdən söhbət getməsi, sadəcə adlarını çəkirsə uşaqlara, yəni elmi addır, bunun izahını verirsə, artıq terminoloji olur bu. İndi bax, mən sizlə sual-cavab eləyirəm də müəllimə. Mən hansı bilikdən istifadə eləyirəm? Deklarativin hansından? Deklarativin hansıdır? Faktoloji deklarativin hansı? İki hissəsə bölünür. Müəllimə spesifik. Yox, niyə spesifik? Bax, mən sizə konkret sual-cavab eləyirəm, hə? Siz də siz mənə deyirsiniz, mən sizə başa düşürəm, mən sizə deyirəm, siz mənə başa düşürsünüz. Deməli, burada nə olacaq? Mən sizə deyirəm ki, məsələn, metakognitiv bacarıqla, mən sizə deyirəm ki, məsələn, deklarativ nə deməkdir? Siz deklarativ cavabını verirsiniz. Məsəl üçün, mən sizə nə isə deyirəm, siz cavab verirsiniz. Burada nə olacaq deməli? Terminoloji. Bəli. Biz burada mən açıq, geniş məlumat soruşmuram ki, sizdən konkret sual soruşuram sizdən. Deməli, şəxslərin bir-birlərinə, hətta elm adamlarının bir-birləri arasında belə deyək də, terminlərlə danışması, bu olur terminoloji bilik. Bax, məsələn, tutalım da, məsəl üçün, müzakirə eləyirlər. Bax, iki elm adamı, Azərbaycan dili sahəsi olsun, biologiya sahəsi olsun, fərqi yoxdur. Bunlar başlayırlar müzakirə eləməyə özləri. Müzakirə eləyirlər, məsələn, tutalım, laboratoriyada olsun müəllimə. Bunlar müzakirə eləyirlər də nə isə, hə? Burada hansı bilikdən istifadə? Təbii ki də burada terminoloji bilikdir. Amma götürsək ki, onlar hər biri haqqında ayrı-ayrı məlumat versə, məsələn, tutalım ki, isim budur. Spesifik bilik harda ortaya çıxır müəllimə? Çünki qarşımızda bir adam bilmir və biz ona nə isə izah eləyirik. Terminoloji bilik, belə yadda saxlayın. Terminoloji bilik odur ki, qarşıdakı adam da bunu yaxşı bilir, siz də bunu yaxşı bilirsiniz və siz bu zaman onunla rahat dialoqa keçirsiniz. Amma spesifik bilik odur ki, siz qarşınızdakı adamla dialoqa keçməmişdən öncə mütləq şəkildə o adama bunu anlatmalısınız. Anladan zaman siz ətraflı məlumat verəcəksiniz və bu zaman olacaq spesifik bilik. Müəllimə, terminoloji biliyin baş tutmağından ötəri, əgər siz şagirdlərinizlə terminoloji bilikdən istifadə etmək istəyirsinizsə nitq prosesində, deməli siz onu spesifik biliklə təmin etməlisiniz ki, o uşağı da artıq terminoloji biliklə danışacaq səviyyəyə gətirməlisiniz. Məsələn, izah deyəndə ki, sifət belə, nə bilim, isim belə, o uşaq onu başa düşməlidir. O uşaq, məsələn, testdir, müzakirə eləyirsiniz, hə? Məsələn, test müzakirəsi olacaq, indi biz müzakirə eləyəcəyik. Biz biliyin hansı növündən istifadə etmiş olacağıq ki? Hazır bilik, məsəl üçün. Testi izah eləyəcəyik, müəllimə. Testi izah etmək başqa. Amma yəni, o testdəki terminlərdən belə danışacaqsa, siz mənə başa düşəcəksiniz, mən sizi başa düşəcəm. Bu nə olacaq? Terminoloji. Amma məsəl üçün, bəli. Terminləri yox, ancaq sadəcə ümumi yəni ki, anlayışlar belə üzərə eləsək, testdə termin olmayacaq. Suallar olsa, bunda spesifik olacaq. Spesifik sözünün mənası nə deməkdir? Yəni, özünə məxsus da,
Ona aid olan xüsusiyyət. Sırf məsələn deyirik ki, fonetikadan danışırsınız, siz fonetikanın özünə aid xüsusiyyətini deyirsiniz, özünə məxsus xüsusiyyətini deyirsiniz. Leksikadan danışacaqsınızsa, leksikaya aid şeylər danışacaqsınız. Aydın oldu, özünə məxsus, yəni o ona aiddir də. Amma yəni bax məsələn iki fizik bir-biri ilə müzakirə eləyirlər, nə bilim maqnit sahəsi barədə. Onlar bir-birlərini başa düşürlər də, bir-birinə nəyi izah eləyir ki, onlar heç nə. Onlar elm adamlarıdır, ikisi də o sahəni yaxşı bilirlər. Deməli bunlar bir-birlərini terminoloji biliklə istifadə eləyirlər danışanda. Amma kiməsə durub məsələn bir dənə fizik öz şagirdinə nəyisə izah eləyirsə, izah eləmək yox da, bilik barədə məlumat verirsə, bu olur spesifik bilik. Özdə müəllimə, spesifik indi siz deyə bilərsiniz ki, və haqlı olaraq sual verə bilərsiniz ki, müəllimə, bəs izah eləmək konseptual biliyə aid deyildi? İzah eləmək. İndi mən sizə bax bundan bu keçidi sizə izah etmək istəyirəm. Bax məsəl üçün bax indi kitabdakı bax məsələn deyək ki, məsələn də ahəng qanunu haqqında məlumat verirsiniz. Elə deyil? Hə? Bir də ki, biri var deyirəm ki, ahəng qanunu haqqında ahəng qanunu nədir? Siz ahəng qanunu haqqında danışırsınız. Hə? Bir də var deyirəm ki, ismi izah edin. İsim mövzusunu izah edin. İndi mən belə deyək də, indi burada fərq nədir? Siz ahəng qanununu izah eləyəndə, ahəng qanunu haqqında məlumat verəndə sırf ondan hazır biliklərdən istifadə eləyəcəksiniz. Amma məsələn deyəndə ki, ismi izah elə, siz ismi izah eləyəndə başlayacaqsınız nümunələr verməyə, müəllimə. Nümunələr verməyə. Nümunəndə kim fikirləşir? Siz özünüz fikirləşib tapırsınız da. Aydın oldu. Ona görə bu konseptual olur. Amma bu necə deyim? Bax məsələn siz tutalım ki, deyəndə ki, isim əşyanın adını bildirir, sualları kim, nə, hara, nə belə filan zat. Bax bura qədər olan hissə bilirsiniz nə olur? Spesifik bilik. İndi bundan sonra siz nümunə tapırsınız ha müəllimə, nümunə deyirsiniz ha. O nümunə olur konseptual bilik. Yəni dolayısı yolla konseptual bilik müxtəlif faktoloji biliklər arasında əlaqə yaratmaqdır. Aydın olur? Bax, o aydın olmasını istəyirəm. Bax görürsüz necə bir-birinin davamıdır. Bax necə bir-birinin ardıdır. Bax məsələn nə dedim mən? Dedim ki, məsələn deyirəm ki, isim barədə Ürfani müəllimə sifət barədə mənə məlumat verin. Deyin, bildiyinizi deyin. Bax tətbiq eləyək situasiya üzərində, qoy rahat olsun bizə. Əşyanın əlamət və keyfiyyətini bildirir. Aha. Hansı sualına cavab verir. Ondan sonra sifətlər məsəl üçün iki yerə bölünür. Əlamət və keyfiyyət bildirənlər artıq. Məsəl üçün əlamət bildirənlər gözlə gördüyümüz olur. Məsəl üçün rəng bildirənlər, forma bildirənlər. Bir də rəng, forma, bir də və s. keçdik. Keyfiyyət bildirənlər, ondan sonra məsəl üçün dad bildirənlər, ondan sonra yenə məsəl üçün çalışqan deyim, keyfiyyət bildirir, məsəl üçün çirkin deyim. Yox, müəllimə, çirkinlə gözəli görürük, bu ki, əlamətdir. Daha sonra məsəl üçün sifətlər dərəcə əlaməti var. Məsəl üçün nitq hissəsində yoxdur, 3 yerə bölünür. Quruluşca 3 növü var. Yəni sadə düzəltmə, mürəkkəb. Bunların sadəsinə nümunələr məsəl üçün deyirik. Düzəltməsinə də məsəl üçün çalışqan deyək. Ondan sonra İndi nümunəsiz danışın da, bura qədər nümunəsiz danışın. Nümunə 3 yerə bölünür, 3 dərəcəsi var. Ondan sonra cümlə üzvü olaraq təyindir əsas, amma digər cümlə üzvləri də olur. Nümunəsiz danışın. Başa düşdüm. Deməli bu nə oldu müəllimə? Bu hansı bilik oldu? Faktoloji bilik oldu. Faktal. Çünki hazır biliyi ötürürsünüz də. Siz başqa nə dəyişiklik elədiniz orada? Heç nə. Deməli faktalojinin hansı növünə aiddir? Faktolojinin məndə spesifik biliyinə aiddir. Bəli. Spesifik biliyinə. İndi bax sizə bir şey deyəcəm. İndi deyəcəksiniz ki, müəllimə, indi bax yenə də bir nümunə çəkim sizə. İki müəllim öz arasında, Azərbaycan dilində deyək ki, sifət bölməsi barədə müzakirə aparırlarsa, bu olur terminoloji bilik. Çünki iki savadlı, belə deyək də, ixtisası bilən adamlar bir-birindən danışır. Bax, məsələn, oğruların öz aralarında müəllimə dilləri var. Məsələn, biri deyir, onu başa düşür. Bu terminoloji bilikdir. Onu bilməkdən ötəri, deməli siz bütün o işarələrin hamısını ayrı-ayrılıqda öyrənməlisiniz və bu məlumatı sizə kimsə ötürə, o halda spesifik bilik olacaq. Onları bir-bir izah olunması. Amma məsələndə tutalım ki, məsələn belə deyək də, zavodlar.
Məsələn, Heydər Əliyev adına Dərin Özüllər zavodunda tutalım ki, işçilər kranın qaldırılması zamanı deməli, belə deyək də, müəyyən işarələr var ki, bir-birlərinə eləyirlər və onlar da bilirlər ki, hansı işarəni eləyəndə nə etmək lazımdır. Bu nədir? Deməli, bu olacaq nə? Faktoloji bilikdir müəllimə. Biri işarəni eləyir, digəri məsələn, tutalım aşağıdan işarə eləyirlər. Məsələn, aşağıdan yükü qoşdular krana, hə? O kranda sürən baxır aşağı. O yükü qoşan adama da, belə fəhlələri idarə edənə. Baxır ora, həmin adama baxır. Həmin adam da başlayır işarə eləməyə ona. İşarə eləmək ki, bəs yükü götürə bilərsən, apara bilərsən, hansı istiqamətdə apara bilərsən, yükü çox yaxşı qoşmuşuq və bunu müəyyən işarələrlə eləyir və elə bir aşağıdan yuxarıya siqnal ötürür. Sizcə bu aşağıdakı ilə yuxarı arasında keçən o dialoq, işarələr dialoqu hansı biliyə aiddir? Faktolojidir, mənim özü spesifikdir də. Qulaq asın, yox. Terminoloji. Terminoloji. Bu deyir, burada nəsə izah olunmur axı. Kiməsə izah eləmir ki. O hərəkətlər eləyir, o da başa düşür onu. Burada termindir də mənim məsəl üçün. Hə. Şeydir, kəşfiyyat bölməsi olur. Onların irəli getmə, geri getmə, atəş açma kimi işarələri var. Bəli. Yəni Bəli, o nədir elə müəllimə? Hazır bilikdir də. O onu işarə eləyən kimi avtomatik bilir ki, o nə demək istəyir. Hə, avtomatik bilir ki, o nə demək istəyir. Deməli, müəllimə, terminoloji bizdə hazır bilikdir və ixtisas adamlarının, o sahəni, o peşəni bilən adamların elə bil ki, bir-birləri ilə danışdığı dildir aralarında. Faktoloji dil. Şeydir, əqli cəhətdən məsələn lalkar olan insanlar var da, nə eşitmir, nə danışa bilmir. Onların xüsusi var. Bu da terminolojidir. Bunu daha çox yox, çünki onların o ünsiyyət dilidir də elə. Yəni biz o deyə o işarələr sistemi bunu tam da deyə bilmərik biz. Amma məsəl üçün belə deyək də, məsələn iki şəxs bir-birlərinin aralarında müəllimə belə deyək də işarə ilə danışırlar. Və siz bunu başa düşürsüz. O nə olacaq? Terminoloji. Çünki onun dediyin o başa düşür, okeydir də, başa düşdülər bunlar, hə? Amma indi bax qulaq asın. İndi mən desəm ki, hə, mən əlimi gözümə apardım, yəni ki, mən görmürəm deməkdir. Nə bilim, mən əlimi başıma apardım, yox, deməli, yaxşı bir hadisə baş vermir deməkdir. Başlayır sizə bunların hamısını bir-bir izah eləməyə isə, bu hansı bilik olacaq? Hansı faktoloji bilik, hansı növ olacaq bu? Spesifik. Əgər mənə izah eləyəcəksə, bunu bir-bir. Bəli, bəli. Aydın olur müəllimə dediklərim. Terminolojini əzbərləməyək, ha, bax budur. Yəni terminoloji o deməkdir ki, o sahəni, o peşəni bilən adamların bir-biri ilə rahat ünsiyyətə keçməsidir. Özlərindən bir əlavə etmədən danışmağıdır da, belə deyək. O terminlərdən istifadə etməsidir öz nitqlərində. Öz nitqlərində o terminlərdə istifadə edərək danışmasıdır. Amma spesifik nədir? Götürüb onlar haqqında bilik verməsi. Bax, indi siz hazırlıqda uşaqlara məsələn bilik ötürürsünüz və olur spesifik bilik uşaqlara. İndi məsələn götürüb amma özünüzdən nümunələr gətirirsinizsə, bu hansı bilik olacaq? Konseptual. Yaxşı müəllimə. Deyək ki, siz 2 əsəri oxuyub, nəticədə, yəni bir nəticəyə gəldiniz ki, bəs bu əsərdə xeyirxahlıq, belə deyək ki, əməyə rəğbət ön plana çəkilmişdir. Bu hansı bilikdir? Konseptual müəllimə. Konseptual bilikdir. Deyək ki, siz deməli, yeməyin, belə deyək də, yemək hansı yemək deyək ki, döşəmə plovun hazırlanma prosesini bilirsiniz. Bu hansı bilik olacaq? Bu prosedural bilik müəllimə. Yaxşı, döşəmə plovun özünü hazırlayırsınızsa nə olacaq? Özünüz hazırlayıramsa? Hə, onda bu faktoloji olur da müəllimə. Özünüz hazırlayırsınızsa hansı olacaq? Özümü hazırlayıramsa, Xeyr, Gülşən müəllimə diqqətli olun. Yox, mən bunu özüm eləyirəmsə icra edirəm. Bu hansı bilik idi ki, bu hansı bilik idi ki, taksonomiyanı tətbiq etmə mərhələsindən bağlı idi? Prosedural. Hə, proseduraldır da. Hərəkətə keçirsiniz. Deməli, bir şeyin yerinə yetirilmə ardıcıllığını bilmək və onu yerinə yetirmək, sadəcə bilmək və onu yerinə yetirmək də prosedural bilikdir. Və hansı bilik idi ki, müəyyən müddət etdikdən sonra insanda avtomatikləşirdi? Prosedural bilikdir müəllimə. Axırda aldığımız nəticə fakt olur da, yəni. Amma yenə onun prosesi proseduraldır, amma aldığım nəticə faktoloji olur. Məsəl üçün, tənlik sistemi deyim də belə. Tənliklər sistemi var. Bunu müəyyən ardıcıllıqla həll edirsən, amma axırda məsəl üçün bilirsən ki, bu qiyməti alırsan, bu qiyməti alsan, qiyməti axırda dəqiq deyilsə faktoloji olur alınan qiymət. Amma bunun ardıcıllıqla gedən hissəsi isə prosedural bilik olur. Yaxşı müəllimə, siz deyin görün metaqognitiv bilik
Neçə hissədən ibarətdir? Metakognitiv bilik müəllimə strateji bilik olur, idrak Aha. tapşırıqları haqqında Hı bilik, -hı. bir də şagird özü haqqında bilik sahibi olması. Aha. Əgər məsələn İstəyirsiz o insan, məsələn, nə isə tutalım ki, indi siz, deyək də, indi sizin özünüzə məxsus, yəni oxu, belə deyək, intervalınız var. Bunu, yəni hansına aid etmək olar? metakognitiv mənim özümə məxsusdursa bu metakognitiv bilikdir. Mən özüm Metaqoqnitivin hansına aiddir müəllimə? O 3 dənədən hansına aiddir? haqqında biliyə sahib olması. Özü haqqında biliyə sahib olması. Bəs yaxşı, özü üçün məqsədlər, planlar müəyyən eləyirsiniz. Bu hansına aiddir? Məqsədlər təyin eləyirəm. Hı -hı. Məndə bu olur da onda. Nə olur? Strateji bilik. Aha. Məsələn, tutalım ki, müəyyən psixoloji tapşırıqlara baxırsınız da siz artıq. Məsəl üçün, yəni bu hansına aid ola bilər? Bununla bağlıdır Hə, müəllimə. müəyyən tapşırıqlar qoyursunuz özünüzə və, siz başlayırsınız bu tapşırıqları yavaş-yavaş, gün-gün yerinə yetirməyə. Bu hansı ola bilər sizcə? Bu yenə məndə stratejidir də, amma mən günbəgün bunu müəyyən qədər eləmişəmsə, eləyirəmsə, Diqqətli olaq. onda özüm haqqında bilik, müəllimə, bilik Yo, sahibi olması, yo, yəni diqqət. Yaxşı, deyir ki, özünü yoxlama, özünü sual-cavab etmə kimi anlamanın monitorinqini aparan strategiyanı bilməsi. bu metakognitiv bilikdir də müəllimə bu da. Metaqognitivdir bu da. Hansına aiddir metaqognitiv? Müəllimə siz Gülər Hüseynovdan verirsiniz də, mən belə başa düşdüm Yox, bu yox. cavabları. Mən Time'dan verirəm sualı. Müəllimə Time'da elə 3 dənə strateji bilikdir, idrak tapşırıqları haqqında bilik, bir də şagirdin özü haqqında bilik sahibi olması. Və mən aşağıdakı tapşırıqlardan verirəm də sualı sizə. Müəllimə başa düşdüm, yaxşı. Hə. Özümü yox Oturub onları oxuyun, özünüzdə fikirləşin ki, bunun hansı olacaq. Əzbərləməyin müəllimə. Mən əzbərləməkdən xoşum başa gəlmir. Niyə xoşum gəlmir? Çünki özüm uzun illər əzbərçi olmuşam və bunun əziyyətini çox pis çəkmişəm. Yəni ona görə də istər məktəbdə şagirdlərə, istərsə də yeni hazırlıqda sizə məsləhət bilirəm ki, bunu etməyin. Yəni bu çox yaxşı bir şey deyil. Oturun, onu fikirləşmək lazımdır. Çünki artıq kurikulum niyə görə situasiyanı atıblar ortalığa? Görürsüz, hüquqi savadlığı çıxıblar. Çünki yaddaş məktəbindən düşüncə məktəbinə verib artıq təhsil. Siz əgər o deməkdir ki, müəllim gedib, imtahanda, belə deyək, situasiyanı yaza bilmirsə, deməli bu müəllim deməli yaxşı düşünə bilmir də. Müəllimin artıq düşüncəsini yoxlayırlar situasiyalarla. Ona görə, yəni fikirləşmək lazımdır bunların başa üzərində. Hə. Özü üçün deyir məqsədlər müəyyənləşdirmənin planlama strategiyasını bilməsi. Hə, başa düşdüm müəllimə. Hı. Onları çox əzbərinə baxmadım, oxumuşam oxumağına hamısını. Sadəcə ümumi olaraq hamısını bunların metakognitiv bilik kimi götürürəm də. Hı -hı. Yəni əzbər onları da bilərdim. Ona görə belə çaşdım qaldım siz deyəndə. Onların 3 dənə bacarıqları olur, hərəsinin. Məsəl üçün prosedural biliyin var, algoritmlər var, texnika var, metodlar var. Bir də prosedurların yerində istifadə Bəs meyarı var. müəllimə, bəs modellər nəyə aiddir? Hansı biliyə aiddir? Modellər Hı müəllimə, -hı. bu konseptə aiddir. Nəzəriyyə, model, struktur, prinsip, ümumiləşdirmə, təsnifat, kateqoriyalar. Məsəl üçün bayaq dediniz, nitq hissələrinin təsnifatı. Yəni biz onları təsnif eləyiriksə, açırıqsa, bu faktoloji bilikləri yığışdırıb, yəni bir-biri ilə əlaqələndiririksə, artıq təsnif eləmiş olduq da, bunun bir izahını vermiş olduq. İndi yaxşı, siz mənim sualıma cavab verin görüm. Bu induktiv, deduktivi biz yaxşı onları hansı, yəni düşünmə formalarında hansı biliyə aid edə bilərik? İnduktiv, deduktiv. Hı -hı. Müəllimə, prosedural bilikdə müəyyən mərhələdən ümumidən xüsusiyə gəlirik də, səhv eləmirəmsə. Axırda gəlib nəticəyə çıxırıq. Proses izləyib gəlib çıxırıq. Bax, yaxşı yerdə axşamlatdınız məni. Hə, yox müəllimə, ümumiləşdirmək var, bax görürsüz? Cədvələ baxın orda. Ümumiləşdirmək nə idi? İnduktiv deyildi müəllimə. İndi gərək orada bizə ümumiləşdirməyin yerinə gərək induktiv qoyaq ki, biz başa düşək ki, burada induktiv düşünmə formasını istəyir bizdən. Bax orada odur. Sonra ümumiləşdirmələrdir. Nə isə xüsusiləşdirmək. Baxın. Xüsusiləşdirmək. Məsələn, götürüb isimdən siz nümunələr çəkirsiniz. İzah eləyirsiniz ismi. Başlayırsınız isimdən nümunələr çəkməyə. Bu halda nə olacaq? O da deduktiv olacaq da, elə deyil. Gərək bizə burada termin kimi yazar. Biz özümüz axı dedim axı kurikuluma əlaqələndirib mövzuları müəllimə. O halda olacaq nə? Bu halda konseptual bilik olacaq. Bəs produktiv təfəkkür var idi müəllimə. Biz bunu hansı biliklə əlaqələndirə bilərdik? Oradakı strategiyaları yada salaraq deyin.
Metakognitiv biliklə müəllimə. Bəli, metakognitiv biliklə. Əla. Bəs abstrakt təfəkkür hansı biliklə əlaqələndirmişdik? Abstrakt təfəkkürü müəllim faktoloji biliklə eləyə bilərik də. Çünki çox məlumat var, şifahi olaraq, yazılı olaraq. Abstrakt da yəni konseptual, baxın, faktolojida insan nə isə düşünürsə, belə hazır bilik üzərində düşünür. Konseptualı düşünəndə isə biz dünyada elə bil ki, belə deyək də, irreal olan hadisələr üzərində də düşünür. Bax, metakognitivin xarakteri nədir? İnsan ancaq özü haqqında düşünür. Proseduralda nədir? Ancaq yerinə yetirməlisən. Faktolojida nədir? Ancaq hazır məlumata əsaslanır. Yerdə qalan bütün situasiyaları atırıq konseptualın üstünə. Konseptual genişdir, müəllimə. Onu əhatə. O həm ümumiləşdirir, həm təsnif eləyir, həm real olmayan şeylər üzərində, həm bir şeyin konkret tərəfi olsun, həm mücərrəd tərəfi üzərində düşünsün. Həm məsəl üçün belə deyək də, bir şeyin nəsə ideyalar arasında müqayisə aparsın, nə isə öz sözləri ilə ifadə eləsin, nətər deyim, başqa nə isə strukturlaşdırsın, belə deyək, nəzəriyyə formasında nə isə ifadə eləsin. Nə isə formulasiyasını bilmək nə deməkdir? Məsələn, siz onu bilirsiniz və başlayırsınız onu izah etməyə. Nə isə kateqoriyalara ayırırsınız. Bax, bunlar hamısı olur konseptual. Konseptual bilik daha genişdir müəllimə digərlərindən. Hə, yaxşı, bəs müəllimə, bu deməli abstrakt hansı oldu? Sualımı unutdum. Abstrakt hansına aid oldu? Hansı biliyə aid oldu? Konseptuala aid oldu da mənim abstrakt. Konseptual. Bax, indi açın kitabı. Açmışam. Hə. Orada nə deyir müəllimə? Burada deyir, burada bir dənə cümlə olmalı idi bizdə. O deyir ki, konseptual təfəkkür səviyyəsinə yüksəldir. Orada belə bir ifadə olmalıdır. Mən əzbərləmirəm artıq deyənə, ona görə yadımdan çıxır bəzən kitabda. Onu tapım deyəcəm sizə indi. Müəllimə, bir dənə deyim, konseptual bilik induktivlə bağlı idi, ümumiləşdirmə aparırıqsa. İnduktiv, deduktiv, bəli, onların hamısına aiddir. İkisinə də aiddir də konseptual, induktiv. Bəli. Onların ikisinə də aiddir. Nə dedim bəs mən? Siz indi deyirik, orada öz sözləri ilə ifadə. Siz nə isə öz sözləri üzrə ifadə eləyəndə nümunələr çəkəcəksiniz, müəllimə. Oldu deduktiv. Bu nəsə izah eləyəndə deyir, nümunələr gətirir, nəticə çıxardır. Konseptual biliyə aid deyil. Əsərin ideyasını siz deyirsiniz, nə isə. Aha. Hə, onlar odur. Əlaqələndirmişəm. Taksonomiya ilə bunları əlaqələndirmək. O birisi ilə də əlaqələndirmə var, bilirəm. Üçü birlikdə düşən də var imtahana. Bir sual elə gedir. Bəli. Yaxşı müəllimə, siz mən deyin görün, bəs praktik təfəkkür hansı biliklə əlaqəli idi? Praktik bilik. Bəli, hansına aid idi? Mən bir dəqiqə düşünüm. Düşünün. Real olan bir şey üzərindən düşünürdük də, müəllimə, praktik bilikdə. Aha. Realdırsa. Necə müəllimə? Hansı bilik idi? Mən faktoloji götürərdim müəllimə. Faktoloji götürərdim. Faktoloji niyə olsun ki müəllimə? Niyə olsun faktoloji? Çünki müəllim ixtiralar, kəşflər haqqında faktlar vardı. Orada da faktlar üzərində danışılırdı. Real hadisə üzərində danışılırdı. Hə, müəllimə. Bax, orada var idi. Bu cür tapşırıqlar şagirdin düşüncəsini konkret faktlardan konseptual səviyyəyə qaldırır. Konkret faktlar nə demək? Abstrakt təfəkkürdə. Konkret faktlar nədir? Məsələn, ism əşyanın adını bildirir, sualları kimlə, hara. Hə, ondan sonra nə bilim, ismin halları var filan. Başlayırsınız, deyirsiniz ki, hə, məsəl üçün filan söz. Məsələn, bir cümlə yazırsınız, cümlədə başlayırsınız isimləri izah eləməyə və yaxud da nümunələr gətirməyə. Bu nümunələr gətirmək nə deməkdir? Konseptual bilikdir. Və yaxud da müxtəlif faktoloji biliklər arasında əlaqə yaratmanı siz fikirlərinizi ifadə eləyirsiniz, yəni izah eləyirsiniz ki, məsələn, bu da konseptual bilikdir. Hə, indi praktik hansı ilə bağlı oldu? Mən faktoloji dedim müəllimə, amma bilmirəm indi konseptualla oldu. Praktikdə nə isə həyata keçirirsiniz, təcrübədən keçirirsiniz. Bu nə olacaq? Konseptual oldu. Yox. Prosedural bilikdir müəllimə. Burada biraz nəsə məndə boşluq var, onlarla bunları əlaqələndirmə. Özləri ayrı-ayrılıqda bunları eləyə bilərəm, amma bir yerə yığanda sual işarəsi yaranır özümdə də.
Yox, amma bilmək lazımdır müəllimə. Mən sizə əvvəlcədən deyirəm ki, qoy vərdiş yaransın. Sonra çətinlik Bilirəm mən. çəkməyin. Hə, nə Ona görə asandır. Ona görə deyirəm ki, bir mövzunu daha yaxşı öyrənək. Tələsməyin ki, ay nə bilim biz gedək. Tələsə-tələsə mövzuları qurtardıq. Təkrarda imtahana yaxın, daha da stressli olan bir dönəmdə biz elə bilirsiniz ki, ixtisas onda daha da yüklənəcək. Biz onda nə öyrənə biləcəyik ki? Heç nəyə manevr eləyə bilməyəcəyik. Ona görə də tələsməyin. Siz onu mənə buraxın. İnşallah Allahın izni, Allahın sayəsində yəni çatacağıq, narahat olmayın. inşallah. Amma onu deyirəm ki, bu görsüz mövzuları mən əlaqələndirə sizə deyirəm ki, o sizin beyninizdə otursun tam. Ki imtahan o stresli dönəm olacaq, gələcək imtahan vaxtı, nə bilim yuxusuzluq olacaq, əsəb stres keçirmək olacaq. Nə bilim adam var ki, rahat imtahana gedəndə, amma biz rahat deyilik də bir çoxlarımız. Ona görə də o dönəmdə Bəli. rahat olsun, cibinizdə olsun da yəni bu sizin. Hə. Müəllimə, analitik təfəkkür bayaq dedik ki, prosedural biliklə bağlıdır. Yo, analiz eləyirsiniz də, düşünürsüz nəyisə üzərində. Bax, məsəl üçün deyək ki, səbəb-nəticə əlaqəsi üzərində düşünürsünüzsə, hansısa Bunlarla mövzu. düşünün. Hə. Onda konsept bilik müəllimə. Konseptualdır. Atdıq konseptualın üstünə. Bəli. Faktoloji nə idi? Bildik də nədir? Prosedural nədir? Bildik nədir? Bir işi yerinə yetirmə ardıcıllığıdır. Metakognitiv bizim özümüzlə bağlıdır. Yerdə nə qalsa atdıq konseptualın üstünə. Praktik təfəkkür yenə proseduralla bağlı idi. Abstrakt Bəli. təfəkkür şeylə bağlı idi. Yenə konceptlə bağlıdır. Sonra produktivlik nə idi? Praktiklik müəllimə metakognitivliklə bağlı idi. Aha. Bəs deklarativ biliklə daha çox nə bağlı ola bilər? Sizcə hansı təfəkkür bağlı ola bilər? Deklarativ biliklə müəllimə məntiqi təfəkkür olar da, yoxsa səhv deyilmi? Bəli, bəli, məntiqi ola bilər. Məntiqi ola bilər. Çünki məntiqi düşünərkən bəzən faktlar əsasında fikir yürüdür. Də nəsə desə belə fakt burada mühüm rol oynayır. Bəs bəli. Bilikmə şeylə bağlıdır, konseptualla. Bəli. Bəli. Gülşən müəllimə nə edirsiniz? Faktoloji nə deyirsiniz Gülşən müəllimə? Bəli, müəllimə, faktoloji. Yo, niyə analiz etmək olsun ki? Analiz etmək o demək ki, siz analiz edib nəyisə barədə dərindən düşünürsüz. Bu da bilirsiniz nə ilə bağlıdır? Taksonomiyanın təhlil etmək mərhələsi ilə bağlıdır. Təhlil etmək mərhələsi. Sizə aydın olmayan nə var Gülşən müəllimə? Siz deyin. Onu deyin. Mən istəmirəm ki, işi qalsın. Analoji, yəni öz biliyimizdə onu demək istəyirəm. Yəni fakt, yəni nəysə başa salın. Buyurun. Yəni onunla əlaqələndirdim. Yox, analiz eləmək artıq siz burada dərindən düşünürsüz müəllimə. Biri var üzdən düşünmür, bir də var ki, siz çox dərindən düşünürsüz nəyisə üzərində. Bir nəticəyə gəlmək istəyirsiniz, səbəb-nəticə əlaqəsini tapmaq istəyirsiniz. Bax, bu da burada verilib də onun strategiyasında. Nə qədər şeylər. Nəyisə sübuta yetirməkdən ötəri siz mütləq nəyisə düşünməlisiniz. Dərindən düşünməlisiniz ki, fakt qoyasınız ortaya. Sonra nədir bu alternativ izahlar var. Alternativ izahlarda nə idi? Məsələn, mən izah eləyirəm, görürəm ki, məsəl üçün tam aydın olmur da, nəsə elə deyil. Yəni deməli mən qəliz dildən nədənsə istifadə eləyirəm ki, yəni mənim fikrim tam aydın olmur, mənim fikrimi tam çatdıra bilmirəm. Deməli keçirəm digər izaha. Elə bir B planına keçirəm. Digər bir yəni izaha keçirəm. Deməli bu nə olur? Mən analiz edib tapıram ki, deməli mən necə izah eləsəm ki, müəllimlər və yaxud da şagirdlər məni daha yaxşı başa düşə bilər. Deməli beynimdə nə etdim? Qərar verdim. Bax bu özü düşüncədir. Düşüncə. Bax bu analitik özü var ha müəllimlər. Hardasa prosedural da ola bilər. Bax bu düşüncə prosesi. Çünki bunun özündə bir proses var, bir hərəkət var. Beynimiz hərəkət eləyir axı. Burada biz prosedural da eləyə bilərik. Məsələn, nəyisə hissələrə ayırırsınız. Siz bilirsiniz ki, bir şeyi tam şəkildə öyrənə bilmərsiniz, dərsi. Başlayırsınız onu hissələrə ayırmağa, elə öyrənirsiniz. Deməli, siz burada nə edirsiniz? Analiz edirsiniz ki, özünüzü analiz elədiniz ki, mən tam öyrənə bilmərəm və hissələrə ayıraraq yavaş-yavaş mən öyrənsəm mənə effektiv olar. Yəni müqayisə və qarşılaşdırma burada adətən sistemli şəkildə gedir hər şey. Siz nəyisə müqayisə edib qarşılaşdırmaqdan ötəri mütləq ki, müqayisə elədiyiniz obyektləri var idi, dərindən bilik sahibi olmalısınız. Dərin bilik sahibi olmalısınız. Üzdən yox. Amma indi müqayisə eləmək, indi inşallah mən taksonomiya keçəndə izah edəcəm. Müqayisə eləmək həm şeydə var, nədir var?
Anlamaqda var, həm də təhlildə var. Anlamaqda üzdən gedir. Yəni gözə görünən tərəflər. Amma təhlil etmək görünməyən tərəflərə də nəzər salır. Ona görə də indi inşallah taksonomiyaya keçəndə belə əlaqələndirə gedəndə taksonomiya sizin önünüzdə belə bir qapı açacaq. Yəni sizə o qədər asan gələcək ki. Yəni sizə çətin gələn mövzu, hamıya çətin gələn mövzu sizin üçün su içim kimi bir asan olacaq. Və belə əlaqələndirərək öyrəndikdə, yəni əlaqələndirməsəz, ayrı-ayrı mövzu kimi baxsaz bu kurikuluma, indidən deyirəm heç nə öyrənəməyəcəksiniz. Yəni deyim bunu. Müəllimə, Bəli. tənqidi təfəkkürü həm konseptual, həm də prosedural götürmək olarmı? Olar. Olar. Siz nə isə haqqında, məsəl üçün, belə deyək də, həm prosedural deyəndə o qədər də prosedural götürə bilmərik. Bunu daha çox konseptuala yaxındır. Bir də ki, metakognitivliyə. Siz özünüz haqqında bir fikir yürüdə bilərsiniz məsələn burada. Və bu zaman siz obyektiv olmalısınız axı. Obyektivlik olmalıdır sizdə. Və siz həm özünüzə, həm başqalarına fikir yürüdəndə mütləq obyektiv olmalısınız, qərəzsiz olmalısınız. Yəni bax, bu olmalıdır ki, yəni siz doğru bir qərara gələ biləsiniz. Yəni burada mənim zənnimcə tənqidi təfəkkür həm belə deyək, həm metakognitivlik, həm də konseptuala aiddir. Hə, bununla da razıyam mən elə. Mən yaradıcı təfəkkürü də həm metakognitivliklə bağlamaq olar elə. Hə, metakognitivə də aid etmək olar, bəli. Yox. Sonra müəllimə prosedurala da aid edə bilərik. Çünki siz nə isə hazırlayıb bir plan qura bilərsiniz. Məsələn, nə isə yerinə yetirmə. Hə, Ürfani müəllimə. Aydın oldu nə demək istədim? Yəni bax belə. Hə, Ürfani müəllimə, aydın oldu, yəni mənim fikirlərim, yəni sizə bu biliklər barədə. Bəli. Hə. Yəni bəli, əlaqələndirmələr qəşəng oldu məndə. Hə, bax belə. Bax bu əlaqələndirmə özü müəllimə kurikulumu tətbiq eləmək deməkdir də. Yəni biz deməli tətbiq eləyə-eləyə oxuyuruqsa, indi inşallah o testlərin öhdəsinə rahatlıqla gələcəyik. Yəni çətin olmayacaq o bizə. Hə, inşallah. Müəllimə, bəli. Metakognitiv bacarıqlarda siz strategiyalar dediniz. Onlar hansılar idi? Bax burada var. Strateji bilik, idrak tapşırıqları haqqında bilik, şagirdin özü haqqında biliyə sahib olması. Və burada yazılıb, sonra çərçivənin içərisində verilib kitabda. İnformasiyanı yadda saxlamanın özünə məxsus yolunu bilməsi. Təzə kitabda onun arxası yoxdur. Olmadığına görə o biri tərəfdən oxumaq məcburiyyətində qaldı. Necə yəni arxası yoxdur? Vərəq düşməyib? Düşməyib müəllimə. Onu sizə deməyə çalışdım. Hə. Buna görə də o birisi kitabda dedim olsun. Yəni oradan bir fərqi olmaz dedim ki, bunu belə şey eləyərlər. Baxdım ki, cümlə eyni gəlir. Elə dedim uyğun olar da bu belə oxudum. Bax, heç siz onu demisiniz, heç mən onu şey eləməmişəm. Qırmızı mürəkkəblə altını xəttləyirəm ki, əsaslar gözümə çıxsın. Aha. Bax, yəni müəllimə, deməli, informasiyanı yadda saxlamağın özünə məxsus yolunu bilməsi, deməli bu adam strategiya müəyyən eləyib. İndi bunları bir-bir izah eləyirəm. Məlumatın uzun müddətli yaddaşa keçməsi üçün refleksiyanın vacib olduğunu bilməsi. Deməli burada nədir? Bu artıq idrak tapşırıqları haqqında olan bilikdir. Refleksiyanın lazım olduğunu bilməsi. Sonra özü üçün məqsədlər müəyyən etmənin, planlama strategiyanı bilməsi. Deməli özü üçün nə etmək lazımdır? Deməli strateji bilik, özü haqqında biliyə sahib olmasıdır. Yəni bu adam özü haqqında məlumatlıdır. Sonra özünü yoxlama, özünü sual-cavab etmə kimi anlamanın monitorinqini aparan strategiyaları bilməsi. İndi bu da nə deməkdir? Yəni bu kimi strategiyaları bilməsi, bu da strateji bilikdir. Görürsüz, strategiya müəllimə. Elə atırsınız daha çox strateji biliyin üstünə. Özünü yoxlama, özünü yoxlama və özünü sual-cavab etmə kimi anlamanın monitorinqini aparan strategiyaları bilməsi. Deməli bu özü haqqında məlumata sahib olmasıdır müəllimə. Yeni sözləri öyrənməsi üçün Frayel modelinə istifadə etməsi, bu da nədir? İdrak tapşırıqları haqqında olan bilikdir. Özü üçün məqsəd müəyyən eləyirsə bu adam, deməli bu strateji bilikdir. Nə isə tapşırıq, hansısa tapşırıqdan istifadə eləyirsə və bilir ki, adam bu tapşırıqdan istifadə eləyəndə bunun beyni daha çox inkişaf eləyəcək, bu olur idrak tapşırıqları haqqında. Yəni düşüncəsini hərəkətə gətirəcəksə, idrak tapşırıqları. Yox, bunun özü haqqında, ancaq görsə öz ifadəsi varsa, bu olacaq nə müəllimə? Şagirdin öz haqqında biliyə sahib olması. Yəni özünü tanıması da burada təkcə idrak deyil, öz davranışları haqqında da məlumatlı olmasıdır.
Budur. Sonra burada yenə də izah edeyim. Deyir cümlənin sintaktik təhlil yolunu bilmək. Bax necə ardıcıllıq necədir? Xəbərdən başlayırıq da, mübtədaya doğru gedirik. Bəli. Hə, deməli Bu bunun tənəki özündə adını bilmək. hə, ya görürsüz müəllimə, burada bir ardıcıllıq var, nizam var. Deməli bu getdi prosedural biliyə. İndi bir-bir izah edirəm. Sistem tənliklərinin həlli üçün alqoritmləri bilmək. Sistem tənliyi müəllimə elə belə həll olunmur da. Burada da bir ardıcıllıq var. Çünki riyaziyyat, fizika bunlar dəqiq elmlərdir və bunlarda mütləq şəkildə ardıcıllıq var. Və riyaziyyata, fizikaya aid bax belə bir dəqiq elmlərə aid bir situasiya düşərsə, bilin ki, burada ardıcıllıq gözləyir. Ardıcıl olmalıdır. Biz orada ardıcıllığa riayət eləməsək, biz doğru cavaba gedə bilmərik heç vaxt. Çünki düsturlar üzərində Bəli. qurulur. Bəli. Sizi kəsirəm, üzr istəyirəm. İmtahanda bizə bunlar keçsə, bizim öz fənnimizə aid gedir də, səhv eləmirəmsə. Gedəcək müəllimə. İndi nəyisə onlar müqayisəli şəkildə də verə bilərlər. Nə olsun, keçən yox, o biri il mətn düşmüşdü. Nə kimyaya aid olan bir mətn düşmüşdü. Şəxsən mən orta məktəbdə kimyanı oxumamışam, çünki müəllim olmayıb məktəbdə. Onu izah eləyə biləcək. Mən çaşdım qaldım o mətnin yanında. Hə, buyurun. Şeyə uyğun deyirəm, kurikuluma uyğun deyirəm. Heç bir digər fənnə aid misal çəkməzlər. Azərbaycan dilindən eləyirlər. O dilin ixtisasında mən də gördüm müəllimə. Amma kurikulumun özünə aid situasiya tədqiq edəndə çalışırlar öz ixtisasımıza yaxın qoşsunlar bizə situasiyaları. Bəli. Çünki Azərbaycan o mühitə uyğun verməlidirlər axı sualı. Bəli, Azərbaycan dili özü də dəqiqdir. Artıq get-gedə dəqiqləşir. Yəni çünki görürsüz, cümlənin özünün təhlil şeyi var da, yəni ardıcıllığı var. Bax bunu bilməliyik. Sonra sistem tənlikləri necə həll olunur? Onun ardıcılığı, lap olsa kvadrat tənlikləri olsun. Sonra hündürlüyə tullanmaq üçün lazımı bacarılı. Deməli, bu adam hündürlüyə tullanmaqdan ötəri hansı hərəkətləri var? Onları addım-addım reallaşdırmalıdır. Yəni öz yanından kör təbii şəkildə bu addımı atsa, o nəticəyə nail olmaya bilər. Məsələn, bir idman növü var, əllərində uzun çubuq, qaça-qaça gəlirlər, qoyurlar yerə, birdən tullanırlar. Bax, o hündürlüyə tullanmaqdır. Hə, hündürlüyə deməli, onun da özünü qaçmaq, sürət, onu tənzimləyib, o belə əllərində böyük o çubuğu necə yerləşdirmək lazımdır ki, o havaya daha hündürə qalxsın da, yəni planladığı o hündürlüyə çata bilsin. Və onun da özünün öz ardıcılığı var. Sosial elmləri üçün olan tədqiqat metodlarını bilmək. Sosial elmlərin özünün deməli tədqiqat metodu var da. Tədqiqat var, metod. Metod deməli prosedural biliyə aid olan bir şeydir. Deməli, bax bunu artıq gördüksə prosedural biliklə artıq 50% elə bir tapmış olunur. Sonra situasiyanın mənasına baxırsınız. Sonra problem həlli üçün alimlər tərəfindən istifadə olunan texnika. Bax texnika hansına aiddir müəllimə? Texnika və metodlar. Görsən bax texnika. Texnikada nədir? Bir işin yerinə yetirmə ardıcıllığıdır. Deməli texnika varsa, deməli biz 50% tapdıq ki, prosedural bilikdir. Hə, belə deyək də, artıq situasiyada tam şəkildə hərəkət ardıcıllığını ehtiva eləyirsə, deməli artıq oldu prosedural bilik. Yəni müxtəlif bax bunlar açar sözlər var. Müəllim orada ramkada qeyd olunub, bacarıqlar, alqoritmlər, texnika və metodlar filan. Bunlar açar sözlərdir. Açar sözdür. Bizi artıq yönləndirir hansı, yəni nəyə aid olduğuna yönləndirir. Sonra müxtəlif esse növlərinin meyarlarının müəyyən edilməsi. Və meyar müəyyənləşdirmək, meyar müəyyən etmək. Meyar nədir? Meyar nəyinsə ardıcıllığıdır. Meyar, bir işin yerinə yetirmə ardıcıllığıdır. Meyar müəyyənləşdirmə. Birinci mən nə edəcəm, ikinci nə edəcəm, üçüncü nə edəcəm. Sonra plan müəyyənləşdirirsiniz. Müəllimə, bir işin yerinə yetirilməsi ilə bağlı plan müəyyənləşdirirsiniz. Bu olur prosedural bilik. Bəs öz fəaliyyətinizi tənzimləməkdən ötəri plan müəyyənləşdirirsinizsə, bu olur metakognitiv bilik. Bir işin, hansı işin yerinə yetirilmə ardıcıllığını bilirsinizsə, prosedural bilikdir. Sonra bir işin yerinə yetirirsinizsə, yerinə yetirilməsinə bağlı plan qurursunuzsa, bu olur prosedural bilik. Amma öz fəaliyyətinizlə bağlı nəsə plan qurursunuzsa, bu olur metakognitiv bilik. Bəli. Sonra əməli yazı növlərinin yazılması. Əməli yazı növləri necə yazılır? Məsələn, eləsi var. Onu müəyyən Bəli. yazdığımız imla kimi yazılmır ki, onun ştampı var, soldan ərizəni məsəl üçün vərəqin ortasından məsəl üçün sağa doğru düz deyirəm də, sağa doğru yazırıq. Kimə yazırıq. Bəli, kimdən yazılır, yuxarı hissədə orada qeyd olunur, ortada ərizə sözü, sonra ərizənin mətni orada qeyd olunur, sonra imza və tarix sonda qeyd olunur. Yəni baxın belə. Yəni deməli ardıcıllıq var. Biz necə gəldi, ərizə yaza bilmərik. Burada qayda var. Sonra müəllimə, nitq hissələrinin təsnifat. Təsnifat nə deməkdir? Sıralamaq deməkdir də onları. Sonra, yəni siz təkcə nitq hissələri başqa şeylərdə təsnif et. Demək, təsnifat aparmaq nədir müəllimə? Konseptual bilik, açar söz. Müxtəlif geoloji dövrlər. Ədəbiyyatdan deyirəm, sözünüzə kəsirəm, nümunə olaraq deyirəm. Buyurun. Məsəl üçün ədəbi növlər.
bunu sıralayırıq da, yəni ki, deyirik Hı. lirik növ var, epik növ var. Belə xüsusiyyətlərini təsnif eləyirik də bunların, izahını Hı. və şey eləyirik, əlaqə yaradırıq. Düzmü Bəli, dedim müəllimə? bəli. Lirik növ niyə sizdən soruşa bilərlər ki, niyə lirik növ birinci? Çünki lirik növ birinci yaranıb insanlar daha çox şeirlərlə, belə deyək, nəğmələrlə başlayıblar da həyat fəaliyyətinə. Sonra başlayıb yavaş-yavaş epik növ yaranmağa, insanlar görürsüz, hətta yəni mən yadıma gəlir universitetdə oxuyanda biz Avesta haqqında keçəndə Avestada çoxlu şeirlər filan var idi və orada daha çox şeirlər bugünkü günə qədər gəlib. Nə bilim, o xoruz, nə bilim, səhər tezdən niyə banlayır, onunla bağlı belə şey yazılar var idi. Deməli qeyd olunurdu ki, insanların yaddaşı bəli, şeiri, musiqini daha çox maraqla yadda saxlayır, nəinki nəsr hissəni. Deməli daha çox sonra nəsr hissə gəlir. Ən sonda dramatik növ isə nə isə göstərmək üçün istifadə olunur. Bu belə də, yəni bunu bilirsiniz axı müəyyən bir izah dayanır da bunun arxasında. Ayrı-ayrı mədəniyyətlər barədə ümumiləşdirmələr. Məsələn, ümumi xüsusiyyətlər nədir? Azərbaycan mədəniyyəti, Türkiyə mədəniyyətinin ümumi xüsusiyyətləri nədir? Ümumi bir başlıq altında birləşdirirsiniz. Yəni induktiv. Sözünüzü kəsirəm. Bəli. Bu gedir mədəni məlumatlıq savadlığa gedirlər. Bu belə də verə bilərlər. Savadlıqla, kompetansiya ilə də verə bilərlər də bu biliklə. Bəli, ola bilər müəllimə. Mədəni məlumatlıq olur. Hətta kompetensiya ilə vermirlər, yəni. Amma mədəni məlumatlısinızsa başqasının mədəniyyəti barədə, bəli, buyurun. Deyin müəllimə, deyin. Belə birdən arada ağlıma gəlir, deyirəm. Əgər başqasının mədəniyyəti barədə məlumatınız varsa, bu olur mədəni məlumatlılıq və öz mədəniyyətiniz barədə. Sonra qələvi və deyir ki, qələvi torpaq demək metallarının nə deyir, müqayisəsi. Deməli siz qələviləri də bilirsiniz, qələvi torpaq. Deməli hər ikisi ayrı-ayrılıqda faktoloji bilikdir. Deməli bunlar arasında əlaqə yaradaraq bunları müqayisə edirsiniz. Hə? Hə, bunları müqayisə edir. Bu ən çox biologiyaya aiddir də, səhv ya da coğrafiyaya aiddir müəllimələr. Kimya. Qələvi və qələvi torpaq materiallarının müqayisəsi. Deməli, qələvidə ayrı dərsdir, qələvi torpaq da ayrı dərsdir və yaxud da hər ikisi ayrı anlayışlardır və hər ikisi də deməli siz bunları müqayisə eləməkdən ötürü bunlar haqqında dərin biliyə sahib olmalısınız ki, onları müqayisə eləyə biləsiniz. Sonra öyrənmənin prinsipləri ilə bağlı bilik. Deməli, öyrənmənin prinsipləri ilə bağlı biliyi, bax, prinsiplər nə idi? Prinsip və ümumiləşdirmələr var, orada görürsünüz. Deməli, prinsipdirsə, bu nəyə aid olacaq? Konseptual biliyə. Nəyinsə belə deyək, izah eləyəcəksiniz. Prinsipləri kiməsə izah eləyəcəksiniz. Dövlət idarəçilik deyir ki, model. Model nə idi? Model də yenə konseptual biliyədir. Metod amma prosedural biliyə aiddir. Aydın oldu? Təşkilat və funksiyaların ümumi strukturunu bilmək. Sonra təmayül nəzəriyyəsinin tam formulasiyasını bilmək. Təkamül nəzəriyyəsinin tam formulasiyasını bilmək. Deməli, insanda təkamül prosesinin müəyyən o mərhələləri var da. O mərhələ, bax nəzəriyyə var ha müəllimə. İndi yaxşı deyə bilərsiniz ki, onda özündə bir ardıcıllıq var axı təkamül prosesində. Yox, bizdə burada nəzəriyyə sözünü deməklə, nəzəriyyəni bura atmaqla bizi artıq konseptuala yaxınlaşdırdı. Ki, prosedural tərəfə getmək, get konseptual tərəfə. Bax budur. Nəzəriyyəsinin tam formulasiyasını bilmək. Siz burada təkamülün ardıcı, artıq burada nəzəriyyə sizə göstərdi ki, biri var ki, təkamül demək prosesini bilmək desəydi burada, deməli təkamülün özünə öz ardıcıllığı olacaq idi müəllimə. Deməli siz burada fokuslanacaqydınız ardıcılıq. Əvvəl necə olub, sonra necə olub, sonra necə bu ardıcılığı yavaş. Amma deyir ki, burada nəzəriyyəsinin formu. Deməli siz burada nəzəriyyəni izah eləyəcəksiniz. İzah eləyəcəksiniz. Nəzəriyyəni izah eləyəcəksiniz. Bax, məsəl üçün də Azərbaycan, mən sizə deyirəm ki, ismi izah eləyin. İsim bir nəzəriyyədir və siz ismi izah eləyirsiniz. Nəticədə də çoxlu nümunələr çəkirsiniz. Bu olur konseptual bilik. Aydın oldu. Biri var desəm ki, təkamül prosesini tam belə deyək də formulasiyasını bilir. Yəni onun necə formalaşmasını bilir, ardıcıllığını bilir. Bir də var ki, nəzəriyyə. Nəzəriyyəni bilirsiniz və siz mənə nəzəriyyəni izah eləyəcəksiniz. Nəzəriyyənin bütün quruluşunu bilirsiniz, ona hakimsiniz. Çünki mən bu nəzəriyyəni sizdən soruşanda siz bunu əzbər deməyəcəksiniz, izah eləyəcəksiniz bunu mənə. Anladacaqsınız. Hə, bu olur konseptual. İndi gəlin baxaq bu birisinə. Terminologiya, məsələn, fotosintez və nə bilim nəsə bunlarda var, morfologiya və s. Bunları siz sadəcə bilirsiniz. Adını çəkirsiniz. Deyirəm ki, müəllimə, morfologiyada belədir, müəllimlər otağında söhbət edirik. Siz də deyirsiniz, müəllimə, morfologiya, belədir, mövzularda adətən belə çətinliklər olur filan. Məsəl üçün, sifət belə, nə bilim, mən deyirəm sifət elə, nə bilim, əvəzlik belə zat, danışırıq öz aramızda. Deməli, biz bir-birimizi... Bəli. Elə bir xüsusiyyətlərini sadalayırıq da, belə xatırlayırıq. Heç nə bir-birinə izah verilmir. Verilmir, yəni, yox. Məsəl üçün,
Biz oradakı terminləri bir-birimizə izah eləmirik ki, biz sadəcə onunla bağlı dialoq qurub söhbət eləyirik. Olur terminoloji bilik. Yəni məlumat üzərinə söhbət olunur da. Hə, hə. Amma götürüb desəm ki, morfologiya belə, nə bilim, fonetika belə, onların haqqında ayrıca məlumat versəm, bu olacaq spesifik bilik. Sonra müəllimə, müxtəlif sənət sahələrində istifadə olunan ixtisas sözləri. Bax, bu da terminoloji biliyə aiddir, ixtisas sözləri. Bax, görürsən, müəllimlik, rəssamlıq, mühasibatlıq. Bax, bu ixtisas var, ixtisas sözləri var, müəllimə. Müəllimlikdir, mühasibatlıqdır. Kimsə mühasibatlıq ixtisası belə, elə, yəni bununla bağlı biz yəni öz aramızda lıq şəkilçisi var. Bax belə yadınızda saxlayın. Müəllimlik, rəssamlıq, heykəltaraşlıq, mühasibatlıq. Bax bunlardan söhbət gedirsə, bu ixtisasa aid olan sözlərdir və bu olur terminoloji bilik. Aydın oldu? Müəllimlik haqqında məlumat versəz, bu olacaq nə? Spesifik bilik. Yoxsa ixtisaslar barədə biz öz aramızda danışırıqsa, siz də bilirsiniz müəllimlik nədir, mən də bilirəm müəllimlik nədir. Ehtiyac yoxdur. Başlayırıq ümumi dialoqa girməyə. Burada olacaq terminoloji bilik. Yəni bax belə. Sonra ədəbi cərəyanların xüsusiyyətlərini bilirsinizsə, bu əzbərə söykənən bir şeydir də. Onların xüsusiyyətlərini bilirsinizsə, bu hansı bilik olacaq? Terminoloji. Niyə terminoloji spesifik olur da? Hə, mənasını açsaydıq terminonu. Hə, başa düşdüm. Hə, ixtiralar və kəşflər haqqında deyir faktları bilmək. Bu terminoloji olur da, mən faktlar bilirik. Bilirsiniz, izah eləyəcəksiniz də müəllimə. Necə yəni müəllimə? İxtiralar və kəşflər haqqında faktları bilirsinizsə, fakt nədir? Özünə məxsus, ona aid olan geniş məlumatdır da. Bu olur spesifik. Aydın oldu. Fakt nədir? Ona aid olan məlumatları bilirsiniz. Bax, siz ahəng qanuna aid olan faktları bilirsiniz. Deməli, burada nədir? Hə. Burada olacaq spesifik. Spesifik. Demək, hər an izaha hazırsınız. Hər an onun haqqında məlumat verməyə hazırsınız. Hə, bu o demək. Demokratik idarə etmənin xüsusiyyətlərini bilirsinizsə, nə olacaq? Bu da spesifik. Bəli. Ətraflı məlumata sahibsiniz müəllimə o haqda. Deməli, alkanların fiziki və kimyəvi xüsusiyyətləri. Müəllimə, bu da spesifik olacaq da. Artıq ki, alkanların özündən demir ki, alkan nədir? Yəni, mənasını açıqlamırsan ki, elə fiziki və kimyəvi xüsusiyyətlərini bilirəmsə, izaha verəcəmsə, spesifikdir də, onun özünə məxsusdur. Və bu olacaq müəllimə spesifik, özünə məxsus. Aydın oldu müəllimə. Qarandıq qalan nə qaldı müəllimə? Qarandıq nə qaldı sizə bu mövzuda? Yaxşı eləyərəm. İnşallah müəllimə. Tətbiq elədikcə daha da yaxşı öyrənəcəyik. İnşallah Allahın sayəsində yaxşı olacaq, bəli. İnşallah yaxşı oturacaq inşallah müəllimə. Mən də yəni bu qədər əziyyət çəkirik, yox, yəqin ki bir şey çıxacaq ortaya. Niyə çıxmır ki müəllimə? İnşallah hamıdan yaxşı olacaq. Allahın sayəsində. İnşallah. Amma siz də, yəni mən dediyim, yəni trayektoriya ilə gedin. Yəni nə başa düşmədiniz, mütləq şəkildə soruşun. Çəkinməyin 5 dəfə, 10 dəfə. Yəni mən burada niyə varam ki, yəni sizə onu izah etməliyəm də təbii ki. Yəni mən tarix qoymuşam. Testlərdə məsəl üçün olub, yəni test sizə gəlsin, sonra üstündə oturar. Məsəl üçün mən çox az veriblər şeyə, fən daxiliyə. Narahat olmayın. Azərbaycan dilinə. Mən özüm də situasiyalar hazırlayacağam onun üçün. Yəni ondan narahat olmayın inşallah. Ondan bir dənə indi yəqin ki indi alanda kitabı mən deyəcəm, baxarsınız. Yəni onun bir dənə izahını, yəni sırf testlər üzərinə eləyəcəm. Testə yönəlik. Belə başa düşürəm. Hə, testə yönəlik situasiya üzərində. İnşallah yaxşı olacaq. Yaxşı müəllimlər. Gecəniz xeyrə qalsın. Uğurlar arzulayıram. İdraki götürürük də müəllimə. Belə başa düşürəm. İdraki taksonomiyanı izah eləyib sabah inşallah göndərəcəm sizə. Tam şəkildə, aydın şəkildə. Sağ olun müəllimlər. Gecəniz xeyrə qalsın. Sağ olun. Allah razı olsun. Sağ olun. Allah sizdən də razı olsun. Sağ olun.